Ey bəndələri ilə tez razılaşan, duadan başqa bir şeyə sahib olmayan bu kəsi bağışla. Çünki sən hər istədiyini yerinə yetirənsən. Ey adı dərman, zikr edilməsi şəfa və itayəti sərvət olan, ümiddən başqa sərmayəsi, ağlamaqdan başqa silahı olmayana rəhm et. Ey nemətləri bol olan, ey bəlaları dəf edən, ey zülmətlərdə vəhşətə düşənlərin nuru və ey öyrədilməyən alim. Məhəmməd və onun əhli beytinə salam yetir və mənimlə öz rəhmətinə, kərəminə layiq şəkildə davran. Allahın salavatı olsun Peyğəmbərə və onun ailəsindən olan bərəkətli imamlara və onlara çoxlu salam olsun.